Gürcüstanın Marneolo şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü münasibəti ilə Dostluğun memarı Heydər Əliyev adlı fotosərgi və anım tədbiri keçirilib. Azərbaycan evində təşkil olunan tədbirdə Ulu Öndərin əziz xatirəsi yad edilib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi, Marneolo şəhərinin meri, Marneolo Bələdiyyəsinin sədri və digər dövlət və hökumət nümayəndələri iştirak ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında və iki xalq arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsində oynadığı mühüm roldan danışılıb. Onun dünya Azərbaycanlılarının birliyi istiqamətində gördüyü işlərdən bəhs edilib. Bugün bu anım tədbirində iştirak etmək mənim üçün böyük şərəfdir. Heydər Əliyev biz Gürcü xalqının böyük dostudur. Qafqazda sülhün qorunub saxlanılmasında Heydər Əliyevin rolu çox böyükdür. 90-cı illərdə Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğu nümunə idi və məhz o illərdə ölkəmizdə bir çox iri həm iqtisadi, həm də digər bir sıra layihələr həyata keçirildi və bu bizim ölkəmizin inkişafında rol oynayıb. Biz Heydər Əliyev və Azərbaycan xalqı tərəfindən gördüyümüz o hörmət və dostluğa görə minnətdarıq.